Bəli, hörmətli dinləyicilər, elanlardan da eşitdiyiniz kimi bizimlə bərabər İstanbul Enes Klinikasının göz mərkəzinin şöbə müdiri Ergün Rəşdənizadədir. Təbii ki, eynəklərdən danışacağıq. Mənim kimi eynək taxanlar və ümumiyyətlə ətrafında eynək taxıb hər zaman şikayətçi olanlar nə etməlidir? 105 FM dalğasına köklənməlidir. Siz də bu yöndə, hörmətli dinləyicilər, həmin insanlara kömək olun. Çünki zəng edirsiniz, deyirsiniz ki, nə etsinlər? Təbii ki, 105 FM dalğasına köklənirlər. Doktor, xoş gəlib, səbə gətirmisiniz. Necəsiz? Təşəkkürlər. Mən sizi və radio dinləyiciləri salamlayıram. Bugün çox xoş hava var və o günəş, ümumiyyətlə, günəş şüaları bizim üçün çox vacibdir əslində. Həm əhval-ruhiyyəmiz üçün bir tərəfdən, həmçinin də ki, mikrobların ölməsi və s. yəni bütün bunlara kömək edən günəş şüalarıdır. Amma orqanizmamız üçün həm xeyirli olduğuna görə, çünki ən əsas da bizim bədənimizdə D vitamininin əsas mənbələrindən birini, yəni təmin edən günəş şüaları əslində bizim gözlərimiz üçün müəyyən dərəcədə həm də ziyanlıdır. Ona görə onlardan da qorunmaq üçün eynəklər lazımdır və biz bugün çox maraqlı mövzuya toxunuruq. Yəni eynək seçimi və eynəkdə hansı xüsusiyyətlərə diqqət etmək lazımdır. Bəli, əslində birinci sualım belə olacaq. Müasir eynək deyəndə nəyi nəzərdə tutur bizim həkimimiz? Əslində bilirsiniz, eynək korreksiyası, yəni eynəklərdən istifadə ümumiyyətlə demək olar ki, bugün üçün göz sahəsində olan ən qədim vasitələrdən biridir. Çünki sadələşmiş şəkildə belə deyək də, eynək nümunələri qədim Rum imperiyasından belə tapılır. Yəni ona eynək funksiyasını daşıyan bir alətlər və o nöqteyi nəzərdən baxmayaraq ki, bu qədər əsrlər keçib, eynək özü aktuallığını itirmir. Və o nöqteyi nəzərdən belə deyək də, aktuallığını itirməsə də, amma müasirləşməsi həddindən artıq çoxdur və əslində yəni eynək şüşələrinin funksiyaları ildən ilə artır və ildən ilə yeni bir şüşələr, yeni eynək formaları həkimlərin əlində var, yəni bunu istifadə edə bilirlər, xəstələr üçün yaza bilirlər bu eynəkləri. Əsas odur ki, bu eynəklərin fərqini, yəni nədir bu? Bunları fərqləndirən bir-birindən o amilləri biz bilək və əslində bugünkü verilişin məncə əsas məqsədi də onu bizim radio dinləyiciləri çatdırmaqdır. Amilləri saymazdan öncə istəyirəm belə bir sual verim. Əvvəllər və yaxud mənfi və yaxud da müsbət dərəcəli görmə zəifliyi olan və yüksək zəifliyi olan insanlarda qalın şüşələr olur. Tamam, doğru. Amma indi daha incədir, daha nazikdir və belə deyək, orqanik şüşələrdir artıq, yəni təmiz şüşə deyil. Bu niyə görə baş verdi? Və yaxud da hər hansı bir üstünlüyü varmı? Sözsüz. İlk öncə mən istəyirəm, biz əgər bu mövzuya toxunuruqsa, bura bir sistemli şəkildə yanaşaq bu mövzuya və şüşələri ayıraq. İlk öncə biz optik eynəklərdən gəlin danışaq. Çünki optik eynəklər bizim sağlamlığımız üçün çox vacibdir və əsasən də insanın gündəlik həyat tərzində yerinə yetirdiyi işləri belə deyək də tam şəkildə təmin etmək üçün bizim orqanizmamızda olan müəyyən çatışmamazlıq, yəni görmə qüsurunu aradan qaldırmaq üçün yönəldir. Bunu bir cür müalicəvi eynək kimi də nəzərdən keçirmək olar. Demək, eynək şüşələrdir. Çünki eynəyin çərçivəsi haqqında mən danışacağım. Bu daha belə deyək, kiçik bir mövzudur. Amma eynək şüşələri yetəri qədər geniş mövzudur. İlk öncə nəyi bilmək lazımdır? Eynək şüşələrinin əsas tərkib maddəsi. İlkin dövrdə əlbəttə ki, eynək şüşələri kvarts şüşələri idi. Yəni, bu adi qumdan hazırlanan, onu əritmək vasitəsilə, yəni adi şüşə alırlar və o şüşəni təmizləyirlər bir neçə dəfə. Ondan sonraki dövrdə daha billurlaşmış şüşədən müəyyən bir optik onda şüa sındırma qüvvəsi əldə edirlər və bu qədim şüşələrdir. Əvvəlcədən məhz bu şüşələr istifadə olunurdu eynəklər üçün. Sonraki dövrdə əlbəttə ki, texnologiyanın və kimya sənayesinin inkişafının hesabına plastik şüşələrin inkişafı baş verdi və burada biz iki növ şüşə ilə orqanik plastik şüşələr adlanan şüşələr və polikarbonat adlanan şüşələr var. Yəni bu iki dənə şüşənin fərqi nədir? İlk öncə plastik şüşələr haqqında biz nəyə bilməliyik? Birincisi,
Kvarts şüşələr Hı -hı. adi pəncərə şüşəsi kimi götürək, Bəli. sınanda qəlpələnir. Bu ən azı birinci bunun təhlükəsidir. İkinci odur ki, bu şüşələr ağırdır. Yəni bildiyimiz kimi kvarts şüşəsi öz çəkisinə görə, öz sıxlığına görə daha yüksəkdir və ona görə belə şüşələr eyni dioptriyada olduqda plastik şüşəyə müqayisədə daha ağır olacaq. Bu da o deməkdir ki, siz üzərinizdə, yəni gözünüz üzərində daha artıq yük daşımalı olursunuz. Və polikarbonat şüşələrlə belə deyək də, organik şüşənin arasındakı fərq nədir? Yəni, hər iki şüşə yüngüldür. Amma polikarbonat şüşələrin əsas xüsusiyyəti odur ki, onlar sınmaya daha davamlıdır. Yəni, organik şüşə əgər sınmaya daha davamsızdırsa, polikarbonat şüşə daha möhkəmdir. Və müəyyən idman növləri ilə məsələn, məşğul olan professional idmançılar, onlarda xüsusi əgər gözlərində qüsur varsa, eynəklər məhz bu polikarbonat şüşələrdən hazırlanır. Eyni çərçivəsiz eynəklər adlanan eynək forması var ki, arada yəni hər hansı bir çərçivə olmuş şüşənin ətrafında yalnız qulaqlıqlar olub və iki dənə şüşəni ortada birləşdirən bir körpücük. Bax, o formada eynəklərdə polikarbonat şüşədən hazırlanır. Yəni, bu şüşənin əsas xüsusiyyəti məhz dediyimiz kimi onun sınmağa daha davamlı olmasıdır. Keyfiyyətcə hansı daha üstündür sizcə? Burada onları keyfiyyət nöqteyi nəzərdən müqayisə etmək düzgün deyil. Daha çox yararlılıq və istifadə səmti. Yəni, əgər siz fiziki aktiv bir insansınız, mütəmadi olaraq belə deyək də, qaçırsınız, ilmanla məşğul olursunuz və burada risk var ki, gözünüzə tutalım ki, siz tenislə məşğul olursunuz, gözünüzə tenis topu dəyə bilər və həmin məqamda əgər sizin polikarbonat şüşəniz daha davamlı olacaqsınız sınmağa, organik şüşə sına bilər. Organik şüşələr sınanda isə kvarts şüşələrə fərqli olaraq qəlpələnmir. Yəni, iki hissəyə bölündü və burada risk ki, sizin gözünüz o qəlpələrlə zədələnə bilər, daha azdır. Amma polikarbonat şüşələrdə demək olar ki, bu risk sıfıra enir. İkinci məqam, hansını ki biz bilməliyik, bu siz dediyiniz o müasir dövrdə nazikləşmiş eynəklər. Yəni ki, əgər əvvəlki dövrdə tutalım ki, müsbət 4 dərəcəsində olan eynəyin qalınlığı 2 mm, 2 mm yarım idisə, bugün üçün elə bir eynəyi əldə etmək olar 1,5 mm qalınlığında. Nəyin hesabına? Məsələ ondadır ki, həmin o organik plastikin içərisinə xüsusi maddələr qatılır və həmin qatqıların hesabına maddənin şüa sındırma koefisiyenti deyilən bir şey var. Yəni ki, hər bir maddə onun şüa sındırma qüvvəsi var. Tutalım ki, əgər biz götürsək suyu, düzdürmü? Su müəyyən bir dərəcədə görüntünü sındırır. Yəni, tutalım ki, bir stəkan suyu götürsək, onun içərisinə bir qələm qoysaq, bu fizikadan məlum olan bir nümunədir. Həmin o qələm su ilə havanın təmasında qırılır, sınır və görüntü yerin dəyişir. Bax, bu həmin o maddənin şüa sındırma koefisiyentinə görə baş verir. Və əgər biz həmin o suyu buzlaşdırsaq, yəni onun sıxlığını artırsaq, dondursaq, həmin o şüa sındırma koefisiyenti daha da yüksək olacaq. Bax, məhz bu fizikada olan effektin hesabına biz təkcə şüşənin sferikliyi yox, yəni onun əyriliyinin hesabına eynəyin dərəcəsini almırıq. Həm də onun tərkibində olan şüa sındırma koefisiyenti, yəni o fiziksel bir göstəricini dəyişərək, yəni bunu alimlər əldə etdilər və bundan sonra xalq arasında utanç onu deyirlər, nazikləşmiş deyirlər. Məhz bax bu nazik eynəklər hesabına siz artıq qalın şüşəli bir eynək taxmırsınız, ondan qat-qat nazik bir şüşədən istifadə edirsiniz. Və bax bu həmin şüa sındırma koefisiyentinin hesabına dəyişilmiş eynəklər həm polikarbonat, həm organik plastik şüşələrdə var. Halbuki kvarts şüşələrdə bu yoxdur. Nədən? Çünki kvarts şüşələr artıq öz əsrlərini yaşayıblar və bu sahədə bunu inkişaf elətdirməyə heç bir nədən ehtiyac duyulmur. Bu üç şüşə sadalırsınız, kvarts, polikarbonat və organik şüşə. Bu üç şüşənin arasında görmək üçün ən keyfiyyətli və yaxud da keyfiyyətsiz sayıla biləcək şüşə varmı? Əslində yoxdur. Nədən? Çünki bütün bu şüşələrin hamısı tibbi istifadədə, yəni
eynək şüşəsi kimi istifadədə mütləq təmizlənir. Çox etaplı bir təmizləmə, materialın təmizləmə prosedurundan keçir. Ona görə həm kvarts şüşəsi eynəkdə istifadə olunan, həm orqanik, həm polikarbonat hamısı tam şəffafdır. Və ilk öncə siz hər bir şüşəni əlinizə aldığınızda, hər bir eynəyi əlinizdə aldığınızda nəyə baxmalısınız? Həmin o eynəyin şüşəsinin tərkibində, yəni bu əgər kustar şəkildə hazırlanmış bir şüşə deyilsə, heç bir qatqılar olmamalıdır. Yəni plastikin içərisində hər hansı bir yad cisimcik görsənməməlidir. Toz parçası, olsun hava qabarcığı. Bütün bu belə deyək də yad cisimlərdən şüşənin daxili səthi və üst səthi tam azad olmalıdır. Yəni bu tam təmizlənmiş bir şüşədir. Ona görə o nöqteyi nəzərdən işıq şüasının gözünə daxil olmağı əngəlləyən heç bir amil yoxdur. Və bu şüşələrin hamısı öz keyfiyyətinə görə eynidir. Yalnız onların verdiyi, belə deyək də, funksiyalara görə fərqlidir. O nöqteyi nəzərdən, yəni biz bu şüşələri sırf ağırlığına görə və sığmağına görə fərqləndiririk. Bəli. Şüşələrimizdə aid eşitdiyimiz başqa miflər də var. Təbii ki, onlardan danışacağıq. Və hazırda bizim bir telefon zəngimiz var. Onu eşidək. Görək, kiminlə danışırıq? Hər vaxtınız xeyir olsun. Kiminlə danışırıq? Hər vaxtınız xeyir. Buyurun Vəli bəy. Sadəcə dəstəyə daha yaxın danışsanız biz sizi təmiz eşlərdik. Həkimlərin sualı xəstəliyinə bağlı. Buyurun. Buyurun. Tamam, başladı. Həkimi də salamlayıram. Buyurun, sağ olun. Mən həkim bir şey bilmək istəyirəm ki, bu irsi xəstəlik, məsələn, babada yox, ata-ana qohum deyil, ulu babada da səbiləmsə yoxdur. Amma irsi xəstəlik deyilir də bizə. Xəstəliyin adını Bu ola bilirsiniz? bilərmi ki, ana xəstəlik keçsin, ananın güclü xəstəlik keçirəndən sonra bu xəstəliklər yaransın. Xəstəliyin adını bilirsinizmi? Deyə Sorlu bilərsiniz. qişanın pigmentinin degenerasiyadır. Pigment abiatrofiya. Bəli, səbiləmsə deyilir. Pigment abiatrofiya. Retinitis pigmentosa ayrıca adlanır bu xəstəlik. Tamam, siz radionu dinləyin, mən sizin sualınıza cavab verəcəm. Məsələn, ziyat və irsi material elədir ki, burada hər hansı bir mutasiyalar, hər hansı bir dəyişikliklər baş verə bilir. Siz dediyiniz kimi, məsələn, xəstəlik zamanı ana bətnində övlad olduqda və ya hər hansı bir ətraf mühitin təsiri, olsun mu şüalanma, olsun mu kimyasal maddələr. Məsələ ondadır ki, həmin o mutasiyanın, yəni genetik materialınızda olan dəyişikliyin baş verməsi üçün və baş vermənin müəyyən xəstəlik əlamətin özündə büruzə vermək ehtimalı çox aşağıdır. Burada daha çox biz hər hansı bir, tutalım ki, eybəcərliklər, hər hansı bir defektlər, yəni toxuma çatışmamazlıqları ilə üzləşə bilərik. Qaldı ki, əgər konkret nozoloji vahid olaraq retinitis pigmentozanı götürsək, bu irsi bir xəstəlikdir. Sözsüz ki, bu bir mutasiyadır, bu bir genetik mutasiyadır. Amma bu genetik mutasiya irsdən irsə keçəndir. Və burada ikinci məqam ortaya çıxır ki, məsələn, qohumluq əlaqəsi yoxdur. Çünki biz daha çox bu xəstəliyi məhz qohumluq əlaqəsi ilə üzləşəndə görürük. Amma siz deyirsiniz ki, hər hansı bir yaxın qohumlarda yoxdur. Ümumiyyətlə, genetikada dominant və resesiv deyilən bir göstərici var. Yəni, dominant və resesiv genetik dəyişikliklər, əgər biz dominant adlandırırıqsa, o deməkdir ki, mütləq deyil ki, sizdə qohumluq əlaqəsi olsun. Və o, yalnız tək bir nəfərdə olduqda, hansısa valideynlərdən və ya ulu valideynlərdən hər bir yeni gələn nəsildə özün büruzə verir. Əgər resesiv formadadırsa, genetik dəyişiklik, yəni irsən irsə keçməsi bunun özün büruzə verməyə bilər. Və büruzə verir o hallarda ki, nə vaxt iki çatışmamazlıq bir yerdə qovuşur. Nədən bu məhz irsi xəstəlik, resesiv xəstəliklər məhz qohumluq əlaqələrində özün büruzə verməyə başlayır. Çünki adətən hər iki valideyn bir nəsildən doğulur və həmin nəsildə o irsi materialın daşıyıcısı olur. O nöqteyi nəzərdən o irsi materiallar qovuşur, yəni rast gəlir bir-birinə. Bax, sizdə əgər retinitis pigmentosa dəqiq, yəni diaqnoz düzgün qoyulubsa, orada sizin hər hansı bir, belə deyək də, yaxın qohumlarınız, yəni
babalarınız, yəni nənələrinizin hər hansı bir nəsildən doğrulması baş verməsi mütləqdir, bu vacibdir. Yəni belə də olmalıdır. Əgər yoxdursa, o zaman retinitis pigmentozaya oxşayan, yəni pigment abiatrofiyaya oxşayan fərqli xəstəliklər də var ki, hansılar oxşar klinik əlamətləri var. Yəni özlərinin eyni formada biruzə verirlər. Orada diferensial diaqnostika müəyyən dərəcədə aparıla bilər. Bunun üçün xüsusi müayinə vasitələri var, yəni elektroretinoqramma, web və s. İstəsəniz hər hansı bir halda siz müraciət edə bilərsiniz İstanbul Enes Klinikasına. Biz sizin vəziyyətlə əlaqəli, belə deyək də, sizin sualınıza daha təfərrüatlı və daha düzgün cavab vermək üçün diferensial diaqnostika apara bilərik. Amma yəni dediyim kimi, əgər retinitis pigmentozadırsa, burada hər hansı bir yaxın da olmasa, amma uzaq da qohumluq olmalıdır. Yəni hər hansı bir qohumluq əlaqəsi ola bilər ki, sizin ondan xəbəriniz yoxdur. Aydındır, həkim. Sadəcə dinləyicinin belə bir sualı da var idi. Mənim üçün də maraqlıdır. Deyir, ola bilərmi ki, ana nə vaxtsa güclü bir, ağır bir xəstəlik keçirdiyindən dolayı bu... Mən o suala lap əvvəldə cavab verdim ki, burada, yəni ana bətnində keçirilmiş hər hansı bir ətraf mühitin təsirləri, bura həm infeksiyalar, bura həm dərman qəbulu, burada həm ətraf mühitin belə deyil, şualanma və s. kimi fiziksel təsirlər, onların altında baş vermiş mutasiyalar adətən daha çox toxuma çatışmamazlıqlarına gətirib çıxardır. Yəni defektlər. Tutam ki, eybəcərlik baş verdi, hər hansı bir əlavə barmaq və ya barmaqların olmaması. Yəni buradakı olan dəyişikliklər randomizə olunmuş. Yəni çünki heç cür bəlli deyil ki, genda, yəni irsi materialda hansı bir ocaq, hansı lokus dəyişiləcək və harda o çatışmamazlıq baş verəcək. Ona görə o nöqteyi nəzərdən, əgər xəstədə konkret kliniki əlamətlər varsa və o kliniki əlamətlər artıq, belə deyək də, tibbdə özü üçün bir nozoloji vahid kimi tapılırsa, demək bu konkret sindromdur. Yəni sindrom simptoma kompleksidir. Bir neçə dənə əlamətlərin birləşməsidir. O əlamətlər adətən bəlli olan irsi materialda müəyyən bir qüsurdur. Və o qüsur irsdən irsə keçir. Ola bilməz ki, həmin o müxtəlif növ dəyişikliklər eyni şəkildə, eyni nəfərdə sadəcə ətraf mühitin təsiri altında, olsun infeksiya, olsun ağır xəstəlik, onun altında məhz bu, belə deyək də, yığılmış simptomlar bir yerdə özün büruzə versin. Hansısı olub, hansısı olmamalı. Ola bilər ki, ancaq genetik materialın ancaq bir hissəsi, xırda hissəsi dəyişilsin və ancaq bir əlamət olsun. Amma bir neçə əlamətin bir yerdə sindrom şəkildə büruzə verməsi, bir nozoloji vahid kimi özün büruzə verməsi, yalnız irsi materialın əcdadlardan gəlmiş şəkildə dəyişilməsidir. Yəni bu daşıyıcılıqdır və daşıyıcı olaraq gələcək nəsildə özün büruzə verməkdir. Aydındır. Və qayıdıraq biz yenidən öz mövzumuza, yəni eynəklərlə bağlı mövzumuza. Biz bəzən gedirik hər hansı bir optikaya. Bəli. Özümüzə eynək almaq. Bəli. Birinci optikada yaşana biləcək prosesləri istəyirəm bir neçə mərhələdə sayım, siz cavabınızı. Bəli. Gedirik, demək olar ki, şəhərimizin, maşallah olsun deyirəm, 95% optikalarında bir aparat, cihaz quraşdırıblar. Həmin cihazda 3 belə deyək də tikdə, 3 göstəricidə düyməni basaraq gözü ölçür və həmin ölçüyə uyğun artıq eynəyi hazırlamağa başlayır. Bu nə qədər düzgündür və nə qədər qəbul olunur? Mən belə bir məqama toxunacağam. Birincisi, dünyada optometrist deyilən bir sənət növü var. Əfsuslar olsun ki, yəni baxmayaraq ki, biz məhz belə deyək də, keçmiş Rusiyada olmuş təhsil sisteminin davamçılarıyıq. Bizdə bu bir ayrıca sənət kimi heç vaxt olmuyor. Yəni həmişə eynək təyini oftalmoloq tərəfindən, optometrist yox, oftalmoloq tərəfindən təyin olunur. O nöqteyi nəzərdən həmin o sadaladığınız, belə deyək də, optikalarda da oftalmoloq fəaliyyət göstərir. Məsələ ondadır ki, oftalmoloqlar üçün həmin optikalarda tam şəkildə şərait yoxdur müəyyən müayinələri etmək. Baxın, tam ki, adi əgər yaxına oxumaq üçün eynək yazılışıdırsa,
bunu tam rahat şəkildə həmin oftalmoloq o optikada təyin edə bilər. Çünki bu çox basit bir eynək təyinidir və sırf sınamaq vasitəsilə, yəni bu məsafədə müəyyən bir bəlli məsafə var, oxuya bilirsiniz və ya oxuya bilmirsiniz biz söylüyürük və hansısa ən yaxşı görüntünü verən eynək təyin olur. Yəni yaxına eynəklərdə, yaşlı insanlarda, presbiyopiya adlandırdığımız vəziyyətdə heç bir problem görmür. Problem baş verir ayrı vəziyyətlərdə, cavan insanlarda. Çünki baxın, sizin yanınıza insan gələ bilər və siz onun gözünü yediyiniz o həmin cihazda əyləşdirib, refraktometr adlandırılır o cihaz, rahat şəkildə ölçə bilərsiniz gözdəki şüa sındırma qüvvəsini və sizdə çıxacaq -4 zəiflik. Həmin insanın görməsini yoxlayacaqsınız, görəcəksiniz ki, bəli, bu insan zəif görür, tutalım ki, 20%, 30% və həmin -4 eynəyə qoyursunuz, insanın görməsi yaxşılaşır. Və siz deyirsiniz ki, tamam, bununla hər şey bitdi, bu sənin -4 eynəyin, get yaşa. Düzgün deyil. Nədən? Həmin bu insan bir şərti olaraq biz götürdük. Mütaliə ilə çox məşğuldur. Kompüter vasitəsilə kompüterdən tez-tez istifadə edir. Daima yazı pozu işi ilə məşğuldur. Və nə vaxt ki biz gözümüzü gün ərzində, yəni günün əksər bir hissəsini yaxın məsafədə, yəni 30-40 sm məsafədən daha yaxın olan istiqamətdə işlədiriksə, o zaman bizim gözümüzdə spazm akomodasiya deyilən bir vəziyyət baş verir. Bu nə deməkdir? Bizim billurumuz uzaq və yaxın görmə qabiliyyətinə malikdir. Bunu təmin edən göz içərisində yerləşən, sirkulyar şəkildə yerləşən bir əzələdir, silyar əzələ. Həmin bu əzələ bizim gözdaxili billurumuz deyilən bir cisim var. O cismin əyriliyin dəyişərək, yəni onu tarımlaşdırır və ya əks halda onu boşaldır. Yəni o billur yumuşaq bir linza kimi qəbul edək, o öz əyriliyin dəyişməyin hesabına şüa sındırma qüvvəsi dəyişir. Və nə vaxt ki biz yaxına baxırıq, bizim həmin o əzələ tarım şəkildə olduğundan bizim billurumuzun şüa sındırma qüvvəsi mənfi refraksiya köklənir. Normal halda biz yaxına baxdıq, oxuduq, başımızı qırağa çəkdik, bizim görməmiz təzədən qayıtmalıdır əvvəlki vəziyyətinə. Yəni, uzağı rahat görməlidir. Amma bu insanlar ki, kimin gözlərini daha çox uzun müddət zorlayırlar yaxına, onlarda bu baş vermir. Əzələ qıcılmış vəziyyətdə qalır. Və bu halda həmin insan uzağa baxır, yenə zəif görür. Amma yaxını daha aydın görməyə başlayır. İlkin dövrdə bu bunu zəifləmə kimi qəbul edir, gedir həkimə və burada həkim nə etməlidir? Mütləq sikloplegiya deyilən bir vəziyyət almalıdır. Yəni, xüsusi dərman vasitələri var. Onlar damızdırılmalıdır gözə. Bu dərman vasitələri yalnız göz həkimlərində olur. Və bu dərmanların istifadəsi vasitəsilə gözdəki həmin əzələ məcburi olaraq yumuşaldılır, yəni boşalır. Ondan sonra gözün şüa sındırma qüvvəsini ölçürsünüz, görürsünüz ki, bu insanda zəiflik yoxdur. Yəni, həmin o -4 itir, olur 0. Və bu insan əgər başlasa -4 eynək taxmağa, o zaman o elə bil ki, gözdəki o qüsuru bir tərəfdən dəstəkləmiş olur. Və həmin o gözdəki o qüsur yer alır. Və sonraki dövrdə artıq çox çətin olur buradakı o əzələnin spazmını aradan qaldırmağı. Geri dönməz dəyişikliklər baş verir. Bu birinci məqam. İkinci məqam, həmin bu qüsuru təyin etmək üçün əlavə bir üsul da var. Məsələ ondadır ki, zəifliyi olan insanların gözlərinin ölçüləri fərqlidir. Mənfi zəifliyi olan insanların göz almaları uzun, müsbət zəifliyi olan cavan insanlardan söhbət gedir, göz almalarının uzunluğu qısa. Və bu nöqtəyə nəzərdən həmin ultrasəs deyilən bir üsul var ki, hansı ilə ön-arxa oxu ölçən askan adlanır. Biz onunla gözün ön-arxa oxunu ölçə bilirik, uzunluğunu ölçə bilirik. Və kiçik bir müayinə vasitəsilə biz gözdə əslən o zəifliyin olub-olmamanı təyin edə bilərik. Heç bəbəyi deyirəm, silyar əzələrini yumuşatmadan belə. Amma bu cihazlar adətən optikalarda qoyulmur, quraşdırılmır. Orada sadə cihazlar, yəni gözün şüa sındırma qüvvəsini ölçən və ondan sonraki dövrdə görməni yoxlamaq üçün istifadə olunan cihaz quraşdırılır. Bu nöqtəyə nəzərdən mənim fikrimcə, yəni
cavan insanlarda eynəyin təyini, ilkin müraciət olan insan, yəni ilkin, indiyənə qədər eynək taxmamış insan müraciət edir. Optika deyir, mən zəif görürəm, mənə eynək təyin edir. Bax, orada işləyən həmkarlarımız mənim fikrimcə ixtisaslaşmış mərkəzlərə öncə bu xəstələri göndərməlidirlər ki, orada tam şəkildə zəiflik təyin olunsun, əlavə müayinələrdən keçirilsin və yalnız ondan sonra eynək təyin olunsun. Çünki yəni dediyim kimi, bəzi hallar var ki, harada bizi cihaz aldada bilər. Çünki burada klinik göstəricilər var. O nöqteyi nəzərdən biraz ehtiyatlı olmaq lazımdır. Amma dediyim kimi, yaxın üçün eynəyi, yaşlı insan presbiyopiya eynəyi taxırsa, heç bir problem yoxdur. Bunu optikada tam şəkildə təyin edə bilərlər. Aydındır. Və növbəti sualım bununla bağlıdır ki, getdik həmin cihazdan gözümüzü yoxladılar, sağ olsunlar və bir çox optikalar bunu tamamilə təmənnəfs edirlər ki, eynək satışını təmin etsinlər. Normal bir şey. Başlayırıq yeni eynək taxmağa başlayacaqsa, başlayırıq nə etməyə? Seçim etməyə. Doğru. Aprava kimi bildiyimiz xalq dilində çərçivəni seçməyə. Tamam. Çərçivə seçimində insanlar çox halda, yəni əksər halda zahiri görünür. Bəli, bu mənə yaraşırmı? Bəli. Deyə düşünür. Və heç bir, mən hələ indiyənə qədər görməmişəm, eşitməmişəm, uzun illərdir ki, eynək istifadəçisi, heç bir optika əməkdaşı insana izah etmir ki, sizin seçdiyiniz çərçivə sizə necə mane ola bilər. Əgər sizdə astigmatizm varsa və ya zəifliyin dərəcəsi çox yüksəkdirsə, o zaman belə çərçivələri taxmağa çətin olacaq. Nədən? Çünki çərçivəsi olmadığına görə bu eynəklərin, bunlar əyilməyə meyillidir. Və astigmatizm olan insanlarda şüşənin oxu çox vacibdir və əgər balaca da olsa əyilmə olacaqsa, həmin insan görüntünün zəifləməsini hiss edə bilər. Bu nöqteyi nəzərdən bu o qədər effektiv bir şey deyil. Və yüksək dərəcəli zəiflikdirsə, o zaman sizin şüşənizin qalınlığı daha yüksək olacaq. Və belə qalın şüşələri çərçivəsiz çərçivələrdən istifadə etmək o qədər də məsləhət deyil. Nəyə görə? Çünki həm onların hazırlanması çətin olur, həm onların sonraki dövrdə istifadəsi çətinliklərlə üzləşirsiniz. Çünki onlar sınmağa meyilli olurlar. Baxmayaraq ki, burada polikarbonat şüşədir. Ondan sonraki dövrdə biz keçirik dəmir çərçivələrə və plastik çərçivələrə. Plastik çərçivələr taktil hissiyat, yəni bədənimizin dərisi ilə təmasdan söhbət gedir, daha rahatdırlar. Sınmağa daha davamlıdırlar. Çünki müasir plastiklər, belə deyək də, müəyyən armirovanı plastik deyirlər. Onlar daha qüvvətlənmiş plastiklərdir. Çərçivənin həcmindən mən istəyirəm danışım. Məsələn, ondadır ki, əgər sizdə astigmatizm varsa, əgər sizdə mənfi zəiflikdirsə, o zaman mən çərçivəni tövsiyə edirəm biraz geniş götürmək. Yəni, optik sətini, yəni o şüşə quraşdırılacaq sahəni. Nədən? Çünki nə qədər sizin çərçivəniz ensiz olacaqsa, o qədər sizin aydın görmə, gözünüzü məhdudlaşdıran çərçivə də kiçikləşir. Demək, nə qədər geniş eynək olsa, o qədər sizin görmə sahəniz daha geniş olacaqdır. Yəni, o nöqteyi nəzərdən geniş eynəklərə üstünlük verir. Yəni, şüşə hissəsi daha geniş olur. Burada gözəllik məqamı yox, yəni yaraşmaq məqamı əlbəttə ki, olmalıdır. Amma inandırım sizə ki, həm geniş eynəklərin üzə yaraşanı var, yəni formasına, onun quruluşuna görə, həm ensiz. Yəni, burada təkcə demək lazımdır ki, mən ensiz eynək götürəcəm. Bu, o qədər də yaxşı bir seçim deyil. Əgər siz oxumaq üçün, yəni yaxına eynək götürürsünüzsə, o zaman burada ensiz çərçivələrə üstünlük vermək yaxşıdır. Nədən? Çünki siz adətən oxumaq üçün istifadə etdiyiniz eynəyi üzü aşağı, yəni şaquli vəziyyətdə saxlayırsınız və baxırsınız, belə deyək, kitaba mı, dəftərə mi? Yəni, burada birdən hər hansı bir halda sizə uzağa baxmaq lazım olanda, siz o ensiz çərçivənin üst tərəfindən eynəyi bir balaca, bir balaca burun nahiyəsində biraz aşağı yerləşdirərək eynəyin üstündən uzağa baxa bilərsiniz. Və yaxın üçün eynəkləri uzağa istifadə etmək düzgün deyil. Heç qəti şəkildə düzgün hal deyil. Əgər siz uşağa eynək yazdırırsınızsa, o zaman uşaqlar üçün eynək, əgər uşaqda astigmatizm varsa, bilməlisiniz ki, o eynəyi həm uzağa, həm yaxına taxır adətən. Nədən? Çünki həm uzaq görmədə əziyyət çəkir, həm yaxın görmədə.
bax belə eynəkləri həm geniş çərçivə ilə seçmək lazımdır ki, görüntü aydın olsun. Həm çərçivəsi möhkəm olmalıdır, çünki astigmatizm olan gözdə bir balaca eynəyin əyilməsi görmənin zəifləməsinə gətirib çıxardır, həm də rahat olmalıdır. Çünki bu eynək demək olar ki, 24 saat taxılır gözə. Yəni o nöqtəyə nəzərdən çərçivə həm də yüngül olmalıdır. Heç bir narahatçılıq verməməlidir. İkinci məqam hansına diqqət etməlisiniz çərçivə seçimində? Bu, onun burun nahiyəsinə oturan hissəsi və qulaqlıq nahiyələri. Qulaqlıq nahiyələrində eynəyin qulaqlıqları qəti şəkildə dərini sıxmamalıdır. Yəni, əgər eynək sizin üzünüzdə kiçikdirsə, o zaman bu qulaq arxası nahiyədə sıxılmaya gətirib çıxaracaq. Orada isə bizim bədənimiz üçün vacib olan damarlar keçir və həmin damarların sıxılması qan təchizatını pozur. Burun nahiyəsindən də əlavə damarlar keçməkdədir və elə bir sıxan eynəklər istifadə edirsinizsə, tez-tez baş ağrıları, narahatçılıqlar, tez yorulma baş verir. Bax, bu hal baş verməsin deyə eynək yüngül, çərçivəsi yüngül, rahat, qəti şəkildə sıxmayan və dediyim kimi geniş olmalı. Və eyni zamanda da boş olmamalıdır. Çünki boş olanda eynək, o da narahatçılıq verir. Öz təcrübəmdən bilirəm. İndi isə bir zəngimiz var, onu işlək. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Alo, Bəli, buyurun. hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Kiminlə danışırıq? Əmralı məndən narahat edən. Buyurun. Mənim oğlum hərbiçidir. Elə bir ki, axşama kimi yazır, bozda bu kompüter işi ilə məşğul olur. Sonra ayda bir dəfə, iki dəfə dolarda belə atışa gedirlər. Orada nəsə belə onda hərdən problem yaran. Deyir ki, gedim özümə bir açı taxtırımda uzağı görə bilmirəm. Ona nə məsləhət görərsin? İndiyə qədər açı taxmıyor. Neçə yaş var oğlunuzun? Artıq 30. Aydındır. Təşəkkür edirəm zənginiz üçün. Bizi radio vasitəsilə dinləməyə davam edin. Buyurun. Yəni, burada müəllim vurğuladı ki, həmin bu hərbiçi yoldaşımız yaxına gözünü istifadə edir, kompüterdən istifadə edir, tez-tez işi ilə əlaqəli və bu nöqtəyə nəzərdən bayaq sadaladığımız hallar baş verə bilər. Yəni, burada da spazm, akomodasiya ola bilər, gözündə yük ola bilər və o nöqtəyə nəzərdən mənim tövsiyəm əlbəttə ki, müraciət etməsidir. Mütləq şəkildə sikloplegiya əldə olunmalıdır, yəni gəzdəki o əzələ yumuşaldılmalıdır, şua sındırma qüvvəsi təyin olunmalıdır və nəzər alsaq ki, bu bizim hərbiçi qardaşımız həm də atıcılıqla məsələn məşğul olur, yəni burada görmə itiliyinin tam maksimum nəticələri əldə olunmalıdır. O nöqtəyə nəzərdən düzgün eynək təyin olunmalıdır və bunun üçün tam rahatçılıqla biz dəvət edirik gəlsin İstanbul Enes Klinikasında yaşam bələdçisinin adından tam şəkildə təminatсız müayinə keçirir. Eynək taxan sürücülər haqqında danışmaq istəyirəm. Çünki burada da vacib məqam var. Məsələn, eynək taxan sürücülərdə bəzən belə problemlə rastlaşırıq ki, onlar avtomobili gecə vaxtı idarə etdikdə görürsünüz qarşıdan gələn hər hansı bir avtomobilin işıqlarından körlaşdırıcı bir təsiri olur. Çünki həmin işıq şüası eynəklərin səthində belə deyək də yayılır və həmin məqamda müəyyən bir optik şərait yarananda yəni sürücü normal şəkildə yol hərəkətini görə bilmir və qiymətləndirə bilmir və bu bəzi hallarda hətta ciddi təsadüflərə gətirib çıxarda bilir. Yəni bu hər hansı bir qəza törənməsinə gətirib çıxarda bilər və bu nöqteyə nəzərdən sürücü eynək taxan sürücülərimizə tövsiyəm odur ki, eynək seçimində mütləq şəkildə xüsusi şüşələrin üzərində olan antiblik adlanan xüsusi bir qat olur. Bu eynək şüşələrini sifariş etsinlər və elə xüsusi qat olan eynək şüşələrində belə deyək, şüanın şüşənin içərisində işıq şüasının yayılmasının dərəcəsi 50%-ə qədər azalır və burada qarşıdan gələn avtomobilin farasının, yəni işığının şüasının müəyyən bir qismi əks-səda olur. Onun hesabına da yəni o gözü körlaşdıran bir məqam baş vermir. Bax, məsələn, belə bir xüsusiyyətlər var ki, eynək şüşəsinin seçimində bunu əgər siz söyləsəniz optikada, orada sizə məhz elə bir şüşədən istifadə etməlidir. Elə mən sonuncu sualımı da bu yöndə hazırlamışam ki,
həmin optikada gözümüzü yoxladılar, Çərçivəmizi seçdilər. Daha doğrusu ən bahalısını təbii ki. Və keçirik 3-cü mərhələyə, linza seçimine. Yəni eynək şüşəsi. Bəli. Optik şüşələrin seçimində bizə təkliflər verilir. Qırılanma olsun, cızılanma olsun, kitab üçün olsun, kompüter üçün olsun, antibilik olsun, avtomobil sürəcəksinizmi? Bu qədər seçim həqiqətən varmı? Yoxsa onu bir neçə belə deyək də əlavə qat üzərinə gətirərək onu əldə edirlər və bu qədər seçimi bizə verərək həmin eynəyin maliyyə tərəfini qaldırmış olurlar. Demək, baxın, mən dediyim kimi siz eynəyin keyfiyyətini öz yaşadığınız həyat tərzinizə uyğun olaraq seçməlisiniz. Əgər siz aktiv insansınızsa, əlbəttə ki, siz eynəyi hardasa qoya bilərsiniz, məsələn, cıza bilərsiniz, sına bilər. O zaman siz sınmaya davamlı polikarbonat şüşə seçəcəksiniz. O zaman siz cızılmaya davamlı müəyyən qatı olan eynək seçəcəksiniz. Əgər siz aktiv insansınızsa və avtomobil idarə edirsinizsə, siz deyəcəksiniz ki, eynəyin antiblik deyilən bir belə də qatı olsun. Əgər sizi günəş şüaları narahat edirsə, yəni çox işıq gür olanda sizin gözləriniz qamaşırsa, o zaman siz eynəyinizi, optik eynəyinizi müəyyən fotoxrom deyilən qatqı da deyirsiniz ki, xamilyon adlanır el arasında. Bəli, belə bir eynək. Bütün bu funksiyaları hamısı bir şüşədə cəmləşən şüşələr var. Yəni, özünü cəmləyən, bəli, belə şüşələr adətən sifarişlə olur. Bəli, bu müəyyən bir xüsusiyyətlərdir, amma hər şey asılıdır sizin həyat tərziniz və sizin istəklərinizdən. Və bu seçimlər, bəli, hamısı var. Əgər siz tutalım ki, həm uzağa eynək taxmaq məcburiyyəti var, həm yaxına. Yəni, siz iki eynəklə daima gəzməlisinizsə, bir eynəyi salıb o birisi eynəyi çıxardırsınızsa, bu çox narahatçılıq verir insana. Və bu halda, bəli, sizin üçün yəni də seçim var. Bunun üçün bifokal deyilən eynəklər var. Hansılar ki, özündə cəmləşdirir həm uzaq eynəyin, həm yaxın. Düzdür, bu eynəklərdə müəyyən bir səth görsənir. Yəni, o iki dənə fərqli şüa sındırma qüvvəsini verən sahələr öz eynək şüşəsində bir uza verir özünü. Hətta əgər bu sizi narahat edirsə, bir kosmetik effekt kimi, yəni eynəyimin üstündə bir hansısa bir xət var, mənə xoş gəlmir bu. Bəli, bu da var, progressiv deyilən şüşələr. Progressiv şüşələrdə həmin o iki dənə sahə, yəni uzaq görmək üçün olan sahə və yaxın görmək üçün olan sahə, ümumiyyətlə o iki dənə sahənin fərqi bilinmir. Progressiv şüşələrdə tam saya bir şüşə kimi görsənir, amma bu şüşə öz-özlüyündə iki dənə şüşənin funksiyasını özündə daşınır. Üst tərəfdən baxanda uzağı görürsünüz eynəkdən, alt hissəsindən, aşağı hissəsindən baxdıqda isə yaxını görürsünüz. Yəni, bugün üçün şüşə seçimini nəzərdən eynəyə tam şəkildə seçim var. Yəni, insan hər hansı bir istəyini burada doğrulda bilər. Və o nöqtəyə nəzərən, yəni optikaya müraciət etdikdə siz sadəcə istəklərinizi söyləməlisiniz. Bu demək deyil ki, bu mütləq şəkildə bahalı, həddindən artıq bahalı bir seçim olacaq. Yox. Yəni, burada da seçimlər var. Fərqli istehsalçılar var, fərqli ölkələrdən gələn eynəklər var və o nöqtəyə nəzərdən, yəni seçimdə azadsınız. Sadəcə öz istəklərinizi həmişə deyin, söyləyin. Bəli, təşəkkür edirəm faydalı və dəyərli söhbətiniz, məsləhətləriniz üçün. Həkim, çox sağ olun, minnətdaram.